Rəhbərsənsə, bu video sənin üçündür. Özünə sual ver. Sən bosssan, yoxsa təsir edici lider? Bir şirkət niyə inkişaf edir, digəri isə uğursuz olur? Çünki biri təsir edici liderlər tərəfindən idarə olunur. Digəri isə sadəcə bosslarla. Boss olmaq asandır. Sən tapşırıq verirsən, nəticə tələb edirsən və cəzalandırırsan. Amma təsir edici lider olmaq başqa bir səviyyədir. Fərq nədir? Boss qorxudur, lider ruhlandırır. Boss səsini qaldırır, lider isə özü nümunə olur. Boss tək başına qalib gəlmək istəyir, lider isə komandanı qaldırır. Əgər sən istəyirsən ki, komandan sənə həqiqətən hörmət etsin və nəticə versin, sadəcə boss kimi davranmaq kifayət etmir. Onlara dəyərli hiss etdirməlisən. İnkişaf etmələri üçün şərait yaratmalısan. İş həyatında sən daha çox hansını görmüsən? Bosslar yoxsa həqiqi liderlər? Şərhlərdə fikirlərini paylaş.